Əziz 9-cu siniflər, siz də imtahandan əvvəl unutmamışam. 5 aprel imtahanında yüksək nəticə əldə etmək üçün bu 3 metodu mütləq tətbiq eləyin. Əvvəlcə onu deyim ki, 9-cu sinif şagirdləri, ən azından mənim şagirdlərim böyük bir əksəriyyəti 11-ci sinif şagirdləri qədər həyəcanlı və stressli deyillər. Yəni çox da imtahanın nəticəsindən belə deyək qorxmurlar. Yəni qarşıda hələ 2 illərinin olduğunu düşünürlər və bu 9-cu sinif buraxılış imtahanı onların universitetə qəbul prosesində rol oynamadığını, burada əldə edəcəkləri yığacaqları balın universitetə qəbulda onlara onsuz da kömək etməyəcəyini düşünürlər. Yəni 11-lər qədər həyəcanlı, stressli deyilsiniz. Amma bütün hallarda bu imtahana da kifayət qədər hazırlaşmısınız, əziyyət çəkmisiniz, vaxt və enerji sərf eləmisiniz. İmtahanda sadəcə bildiklərinizi doğru yazsanız, bu sizə kifayətdir. Təbii ki, bilmədiyinizi onsuz da yaza bilməzsiniz. İndi bəzi şagirdlər ola bilər, bilmədiyi suallarda hər hansı bir variant yaza bilərlər. Təbii ki, açıq və qapalı suallara. Deməli, 3 şeyi mütləq tətbiq edin. 1. Sualı axıra qədər oxuyun, diqqətlə və açar sözlərin altından mütləq xətt çəkin. Keyword texnik deyirlər də buna. Yəni, sualda olur ən az, ən çox, uyğundur, uyğun deyil, ola bilməməsi. Məsəl üçün, bu hansı ədəd aiddir, aid deyil. Çox vaxt onu dimonsuz da inkarlıqla bağlı olan şəkilçiləri sonda adətən qara hərflərlə işarə edir, amma ona baxmayaraq yenə də şagirdlər həmin sualları səhv yaza bilirlər. Burada diqqətli olun. 2. Ziqzaq texnikası. Çətin bir sualda ilişib qalmayın. Bu həm vaxt aparır, həm də sizin beyninizi və enerjinizi yorur. Yəni beyninizi yorur. Bu da daha çox enerji itkisinə səbəb olur və diqqət, fokuslanma aşağı düşür. Diqqət aşağı düşəndə təbii ki, bildiyiniz sualda yaza bilməyəcəksiniz. Sualı oxuyun. Sualı oxuyan kimi əgər həll yolu ağlınıza gəlmirsə, ona işarələyin, dairə qoyun, quş işarəsi qoyun, nəsə bir işarələyin. Əslində ona bayraq texnikası da deyirlər. Bayraq işarəsi çəkin. Yəni bir işarə qoyun, keçin o bir sual. Bildiyiniz sualları mütləq yazın. Yəni bu şablon bir texnikadır da əslində bildiyiniz. Bir suala 3 dəqiqədən artıq vaxt sərf eləməyin. Maksimum çətin sual olar 5-6 dəqiqə. Ki, orada asan suallara sərf olunan vaxt zaten az olduğuna görə onlar bir-birini balanslaşdıracaq. 3. Kodlaşdırma texnologiyası, taktikası daha doğrusu. Bir səhifədəki sualları yazdınız. Fərqi yoxdur, bu riyaziyyat olar, ana dil olar və ingilis dili olar. Bir səhifədə də adətən 5-6 sual olur da. Belə deyək, hər 5 sualdan bir cavabları cavab kartına köçürün, yəni kodlaşdırın. Kütləvi şəkildə hamısını birdən axırda köçürmək həm sürüşmə prosesini, daha doğrusu cavabları sürüşdürməyə yol açır. Səhv kodlaşdıra bilərsiniz. Orada sizi daha çox həyəcan və ya stres sizdə ola bilər və səhvə yol verə bilərsiniz. Ona görə hər 5 sualı eləyin və cavab kağızına köçürün. Və hər bölmənin sonunda 2 dəqiqəlik texniki baxış keçirin. Yəni rəqəmləri düz köçürdünmü, mənfi işarəsini yazdınmı, ta ki cavabı mənfi 2 almışsınız, amma açıq suallarda götürüb müsbət 2 yazırsınız. Və yaxud da 2,1 yazmışsınız, almışsınız, amma götürüb 21 yazmışsınız. Yəni onu cavab kağızına köçürəndə mütləq o kimi hallara bir də diqqət edin və son cavabı cavab kağızına köçürün. Və unutmayın, bütün imtahanlar kimi də bu imtahanda sizin xarakterinizi, şəxsiyyətinizi, həyatınızı, gələcəyinizi, karyeranızı, uğurunuzu qəti şəkildə müəyyənləşdirmir. Bu sadəcə keçirməyə lazım olan bir mərhələdir. Yəni siz həmin anda biliklərinizi müəyyən vaxt müddətində, həmin gündə yaşadığınız bütün həyəcan, streslər falan, onlar fonunda qiymətləndirməyə çalışacaqsınız. Yəni bacardığınızı, bildiyinizi yazmağa çalışacaqsınız. Bu əsla sizi, şəxsiyyətinizi, insanlığınızı ifadə eləyəcək bir, məsələn, heç bir imtahan, təhsillə bağlı olan imtahan ifadə edən bir göstərici deyil. Sadəcə həyatınızın vacib mərhələlərindən biridir. Bunu da keçmək lazımdır. Yəni siz imtahan balınızdan ibarət deyilsiniz, gələcəyiniz qəti şəkildə ondan asılı deyil. Özünüzə inanın, 1 və ya 2 gün qalmış heç nə oxumayın, sadəcə istirahət eləməyə çalışın və bu son günlərdə də maksimum dərəcədə təkrarlara, qaydalara, düsturlara vaxt ayırın və bacarsanız 1-2 sınaq işləyin, bəs eləyəcək. Hər birinizə imtahanda uğurlar arzulayıram.